Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Deməli, Məhəmməd Qaracıyevin 11-ci siniflər üçün olan 100 sınaq test topusunun xısına 11-in izahına baxacağıq. Qeyd edim ki, uşaqlar dərslər haqqında məlumat üçün 060 599 86 85 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Videonu bəyənsəz, like etmək, kanala abunə olmalı, şərhlər bölməsinə öz fikirlərinizi bildirmək və maksimum şəkildə videomuzu paylaşmağı unutmayın. İndi isə keçək suallarımıza. Birinci sual təsdiq cümləsidir. Təsdiq cümləsinin qısa cavabı nə izə ilə düzəlmir? Təsdiqin qısa cavabı inkarda verilmir. C və Y də səhvdir. Qalı digər variantlar. To did the Browns olmur. Çünki to cümlənin əvvəlində yox, sonunda işlənir. The Browns did to olmalıdır. O da A variantı. Keçdik ikinci sualımıza. Cümlə təsdiq cümləsidir. Təsdiqin qısa cavabında ezə işlənmir. D səhvdir. So'dan sonra inkar gəlmir. C səhvdir. To inkarda işlənmir. Y səhvdir. Təsdiqin qısa cavabı neyzə ilə verilməz. A səhvdir. Bat olanda isə bir-birinin əksi olduğuna görə cümlə təsdiq edib biz inkarda veririk cavabı, yəni B bəndi. Üçüncü sualda cümlədə nəvə var, yəni cümlə inkar cümləsidir. İnkarın qısa cavabı so ilə verilmir. A, B-ni çıxırıq. Qaldı digər variantlar. Have-dən sonra have, has, had köməkçi feillərindən sonra əgər zaman zərfi ya da əsas feil gəlibsə, bilin ki, bu burada həqiqətən də köməkçi feildir. Sual inkar have, has, had-in özü ilə düzəlir. Yəni mən do yazamıram. D bəndə nə isə have the event olmalıdır. Köməkçi feil önə keçməlidir. Y düzdür. 10-cu sualda. Dördüncü suala baxırıq. Dördüncü sualda nəvə var. Yenə inkar cümləsidir. İnkarın qısa cavabı so ilə verilməz. B və Y səhvdir. Have verib, have-dən sonra nəvə cavab. Yenə have, has lazımdır mənə. Onda did yaza bilmirəm. C səhvdir. Eyzə ilə qısa cavab başlamır. D səhvdir. Cavabı ora variantı. 5-ci sualda cümlə təsdiq cümləsidir. Təsdiqin qısa cavabı neyzə ilə verilmir. Ona görə B-ni və C-ni çıxırıq. Neyzə var. Daha sonra to inkarla işlənmir. D-ni çıxırıq. Üstəki cümlə təsdiqdir. Batdan sonra artıq inkar olmalıdır. Amma batdan sonra da təsdiq verib deyə götürmürük. Cavab olur Y bəndi. Keçdik 6-da doesn't var, inkar cümləsidir. İnkarın qısa cavabı so ilə verilmir. To inkarda işlənmir. Daha sonra eyzə ilə qısa cavab başlamır. Batdan sonra təsdiq verməli idi. Çünki əvvəlki cümlə inkardır. Amma burada da inkar verib səhvdir. Cavabı ora bəndi. Neyzə inkarın qısa cavabını düzəldirdi. 7-də doesn't inkardır. İnkar cümləsinin qısa cavabı so ilə verilmir. Qısa cavab eyzə ilə başlamır. To inkarda işlənmir. Batdan sonra burada inkar olmamalıydı. Çünki bir-birinin əsli olurdu axı. İnkar cümləsi də batdan sonra təsdiq olmalıydı. D-də səhvdir. Cavab C. 8-də nəvə. Yenə inkardır. So ilə başlamaz, içini çıx və bir də nə? Neyzə doesn't. Bir cümlədə içi inkar olmaz. Biri də çıx. Cavab olur 3-4 C bəndi. 9-da not var. Yenə inkardır. So-nu çıxmalıyam deməkdir. Bir də to-nu çıxmalıyam. Çünki inkar cümləsinin qısa cavabı təsdiqdə olmur. 2 və 3 cavab olur A bəndi. 10-cu sualımıza baxaq. 10-cu sualda nəvə var? Cümlə inkar cümləsidir. İnkar cümləsinin qısa cavabı so ilə verilmir. To inkarda işlənmir. Üstəki cümlə inkarsa batdan sonra təsdiq olmalıdır. Amma burada da inkar verib. C səhvdir. Neyzə doesn't. Bir cümlədə iki inkar olmaz. B səhvdir. Cavaba. 11-də didn't var. İnkarda so'ları çıxırıq. To inkarda işlənməz. Yeni çıxırıq. İnkarın qısa cavabı təsdiqlə verilməz. D-ni çıxırıq. Cavab B bəndi. Neyzə ilə düzəlir. 12-də qısa cavabı verib deyir cümləni tap. So ilə başlayır. Yəni təsdiq cümləsi olmalıdır mənim cümləm. Never var. B inkarda çıxıram. Nothing var. Y də inkarda çıxıram. Daha sonra does. Köməkçi feil do does lazımdır onda. Yəni mənim feilim present simple. İnki sadə zaman olmalıdır. İnki qeyri-müəyyən zaman olmalıdır. Talked, idili feil keçmişdir. Spoke, keçmiş zamandır. Didlə düzələr bunlar. Amma likes, present simple'dır. Yəni ki, didlə, do does ilə düzələr sual inkar. Ona görə C bəndi düzgün variantımız olmuş olur. 13-də neyzə ilə cavabı verib, yəni inkar cümləsi lazımdır. A təsdiqdir, çıxıram. B təsdiqdir, çıxıram. D təsdiq cümləsi çıxıram. Qaldı doesn't, bir də didn't. Bax, burada do verib axı. Yəni, do does'la sual inkar düzələn cümlə lazımdır. Present simple lazımdır mənə. Did olmaz. Does hardadır? C bəndi. 14-də so, did. So təsdiqli ifadə edir. Təsdiq cümləsi axtaracam. C-də hardly var. İnkardır. Çıxmalıyam. Qalan variantlar qalır. Did isə keçmiş sadə zaman lazımdır. Sual inkar didlə düzələn.
Are verib arın sualı elə özü ilə düzəlir. Has verib doesla düzəlir hasin sualı. Was verib sualı özü ilə düzəlir. Amma drank past simple'dır. Keçmiş qeyri-müəyyən zaman olduğuna görə didlə düzəlir. Cavab Y. 15-də never. İnkar cümləsidir. İnkarın qısa cavabı so ilə başlamaz. Batdan sonra da inkar olmamalıydı. Batdan sonra təsdiqdə verməliydi artıq. Bir tərəf inkar, bir tərəf təsdiq strukturuna görə. To inkarda işləmir. 7 səhvdir. New keçmiş zamandır. Didlə düzələcək keçmişin sualı. Does'la yox. Cavab B. 16-da təsdiq cümləsidir. Təsdiqin qısa cavabı inkarda verilməyəcəyinə görə mən 4'ü çıxmalıyam variantlarda. Yəni A getdi, Y getdi. Düzdürmü? So is Noah olur. Çünki am veribdir. To be forması lazımdır. Has olmaz onda. Əgər ki əmizardan hansısa veribsə, mən köməkçi feil olaraq əmizar işlətməliyəm. Has veribsə çıxacam. 3 getdi. Cavab 1, 2, 5. But verib deyə üstdəki cümlə təsdiqdir. Batdan sonra inkar oldu. Bir də Noah is to. Çünki təsdiq cümləsinin qısa cavabını təsdiqdə düzəldə bilirik. Videomuz bu qədərdir. Bəyəndinizsə like etməyi, kanala abunə olmağı, şərhlər bölməsinə öz fikirlərinizi bildirib və maksimum şəkildə videomuzu paylaşmağı unutmayın.